Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan, həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşışam dildə bir qərinə cavanlaşırsan. Şuşanın getirdiyi görkəmli şəxsiyyətlərdən danışanda Ağabəyim ağanı xatırlamamaq olmaz. Ağabəyim ağa Azərbaycan ədəbiyyatında, ictimai həyatında böyük rol oynayır. Ona görə də həyatı, yaradıcılığı, ictimai fəaliyyəti ilə yaxından tanışlıq onun əziz xatirəsinə bizim ehtiramımızdır. Ağabəyim ağa Azərbaycan tarixi və mədəniyyətində əvəzsiz yerə malik bir şəxsdir. O, 19-cu əsrin əvvəllərində yaşayıb və dövrünün tanınmış qadın ziyalılarından biri kimi tarixə düşüb. Əziz dinləyicilər, bu barədə daha ətraflı siyasi elmlər doktoru, professor, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədovla birlikdə hazırladığımız növbəti buraxılışımızda söhbət açırıq. Buyurun Elçin müəllim, söz sizdədir. Çox sağ olun Aybəniz xanım. Bugün biz Şuşanın görkəmli xadimləri silsiləsindən olan söhbətlərimizi davam elətdiririk. Növbəti söhbətimiz Ağabəyim ağa haqqında olacaqdır. Dinləyicilər üçün onu da xatırlatmaq istəyirik ki, Ağabəyim ağa, ona Ağabacı da deyirmişlər. 1780-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Qarabağ xanlığının ikinci xanı İbrahim Xəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı idi Ağabəyim ağa. O şeirlərini Ağabacı ləqəbi ilə yazırdı. Ona görə də ona bəzi hallarda Ağabacı da deyirdilər. Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə ilk dəfə Şuşaya hücum edərkən orada böyük bir müqavimətlə rast gəldi və İbrahim Xəlil xanın 20 minlik ətrafına topladığı xalq qoşunu 33 gün müqavimət göstərdi və 33 gün Ağa Məhəmməd Şah Qacar Şuşanı mühasirədə saxlasa da ala bilmədi. Bunun davamı olaraq yenidən 1797-ci ildə Şuşaya hücuma keçmişdi. Bu hücum demək olar ki, uğurla başa çatdırıla bilməsə də, amma müəyyən qədər Məhəmməd Şah Qacar istəyinə çatmışdı. Amma o 1797-ci ildə Şuşada qətlə yetirildi və ondan sonra taxta onun yerinə İranda Fətəli Şah çıxdı. Həmin dövrdən başlayaraq artıq Fətəli Şah Qarabağ xanlığı ilə münasibətləri normallaşdırmaq üçün İbrahim Xəlil xana öz qızı Ağabəyim ağanın göndərilməsini söylədi və hər iki tərəfin razı qalması üçün atılmışdı bu addım. Yəni ki, həmin dövrdə münasibətlərin müharibədən sonraki gərginliyi bir qədər soyutmaq üçün İbrahim Xəlil xan bu nikaha icazə verir və öz sevimli qızı Ağabəyim ağanı 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçürür. Anam mənə dedi ki, Tehrana getmək istəmirsən. Ata, sən başqa cür gözləyirdin. Elə bilirsən mənim ürəyim daşdandır. Yox. Yəqin mənim ürəyim daşdan olmalıydı. Niyə elə deyirsən? Bəs istəmədiyin adamın zövcəsi olmaq üçün ürəyin daşdan deyil, nədən olmalıdır? Bağışla ata.
Həmişə həqiqəti deməyi sən özün öyrətmisən mənə. Məndən də indi onu istəyirsən. Həqiqəti, eləmi? Nə deyirəm? Həqiqət mənim balam belədir ki, hökmüdar həmişə taxt tacının sahibidir, amma heç də düşdüyü vəziyyətin ağası deyil, kasıbın kasıbı belə. Düşdüyü vəziyyətin ağasıdır, amma hökmüdar yox. Kasıb ancaq bir parça torpağının dərdini çəkir. Hökmüdar ona həvalə olunmuş bütün torpağın. Kasıbı ancaq öz balasının taleyi düşündürür. Hökmüdarı isə idarə etdiyi bütün xalqın taleyi. Amma hər ikisi əsirdir. Biri kasıbçılığın, o biri hakimiyyətin. Həqiqəti bilmək istəyirdin. Eşitdin qızım. Sən istəyirdin həmişə güclü sandığın adam gücsüzlüyünü etiraf etsin. Eşitdin onun etirafını. La radio internationale d'Azerbaïdjan, 85. В эфире «Голос Шуши». Onu da qeyd etmək vacibdir ki, İranın bir sıra ölkələrlə diplomatik danışıqlarının uğurlu keçməsində Ağabəyəm ağanın müstəsna rolu olmuşdur. Eləcə də Rusiya və Qarzalar imperiyaları arasında münasibətlərin normallaşdırılması prosesində Ağabəyəm ağanın xidmətləri danılmazdır. Dövrün görkəmli şəxsiyyəti kimi Ağabəyəm ağa Qarabağı hədsiz sevdiyinə görə, öz torpağının həsrəti ilə yaşayan bir xanım kimi, bir ictimai xadim kimi bölgədə də kifayət qədər tanınmışdı. Həqiqətən də burada Ağabəyəm ağanın həm qabiliyyətli, bacarıqlı, gözəl olması ilə bərabər onun bir vətənpərvər xanım olması da diqqəti cəlb eləyir və o dəfələrlə dustaqların zindandan azad edilməsinə, əsirlərin buraxılmasına, ölüm hökmünə məhkum edilmişlərin əhvinə də nail olmuşdur. Bir sıra mənbələr göstərilir ki, həmin dövrdə Ağabəyəm ağa İranda yaşamasına baxmayaraq, o Molla Pənah Vaqifdən dərs aldığı zaman fransız dilini o qədər mükəmməl öyrənmişdi ki, dövrünün bir sıra şəxsiyyətləri ilə də məktublaşırdı. Hətta bayaq qeyd edildi, 1811-ci ildə o Fransa imperatorunun həyat yoldaşı ilə görüşmüş və onun vasitəsilə Napolyon Bonaparta məktub da göndərmişdi. Onu qeyd etmək vacibdir ki, Ağabəyəm ağa Qarabağı həddindən artıq çox sevirdi və vətən həsrəti ilə yaşayan bu xanım çox böyük bir əsilzadə xanım idi. Bir sıra mənbələrin yazdığına görə İrəvan xanı Sarı Aslan ləqəbli Həsən xanı Rus əsilliyindən də Ağabəyəm ağa qurtarmışdı və qəriblikdə ömürgün sürən bu xanım min bir naz-nemət içində bəslənilsə də, bilirik ki, orada onun bütün şərait yaradılmışdı. Onun yaşaması üçün Qarabağda olan bütün o naz-nemətlər onun üçün təmin olunmuşdu, amma ki, onun qəlbi yurt acısı ilə döyünürdü və Ağabəyəm ağanın vətən həsrəti bayatısı da bu rəvayətdir, amma bu dildən dilə düşmüşdür. Əziziyəm Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. تستمعون إلى صوت شوشة. لا يزال صوت شوشة مستمرا. Bu misralar onun nə qədər Qarabağa bağlı bir xanım olduğunu bariz nümunəsidir. Həmçinin həmin dövrdə Ağabəyəm ağa qeyd etmək istəyirəm ki, orada o qədər də könlü açılmırdı. Onun könlünü açmaq üçün, onu sevindirmək üçün Fətəli Şah Tehranda möhtəşəm bir bağ saldırır. Bu da rəvayətlərdir təbii ki, Qarabağdan, Şuşadan bir sıra gül çiçəklər gətizdirib əkdirir. Hətta
bağbanını da Şuşadan gətizdirir. Ancaq Şuşada bitən bütün gül çiçəklər, Ağabəyəm ağanın yəni ki yaşadığı o mühit, Tehranda onu ala bilmədiyinə görə o hər zaman məyus vəziyyətdə olurdu və Fətəli Şah da bunu soruşurdu ki, nədir bu məsələ? Və o da orada gözəl bir Qarabağın bağının olmasını, mühitinin olmasını, gözəl Şuşanın olmasını heç bir vaxt unutmadığını diqqətə çatdırırdı. Şah da bilərəkdən o bağda olan bütün gül çiçəklərin demək olar ki, hamısını Şuşadan gətirib əkdirmişdi ki, Ağabəyəm ağanın könlü xoş olsun. Amma əkilən güllərin içərisində bütün güllər hamısı bitmişdi. Nə gül istəmişdisə, yəni nə gül onun üçün xoş idisə Şuşada, onların hamısı gətirib Tehranda onun bağçasında əkdirilmişdi Şah tərəfindən. Əkilən güllərin demək olar ki, hər biri bitmişdi. Yalnız xarı bülbül gülündən başqa. Və bu güldən başqa bütün güllərin bitməsi bizdə bir sıra fikirlər yaradır. O baxımdan ona nə qədər dəfələrlə qulluq etsələr də bu gül bitmir ki, bitmir. Vətən bağı al əlvandır, yox üstündə xarı bülbül. Nədən hər yerin əlvandır, köksün altı sarı bülbül. Vətən bağı al əlvandır, yox içində xar bülbül. Ömür sürmər devrandır, ömür sürmər devrandır. Səsin gəlsin sarı bülbül, sarı bülbül, sarı bülbül. You are listening to Shusha's Voice. Shusha's Voice continues. Bu misralar da rəvayət kimi gəlib bugünkü günümüzə çatmışdır ki, Vətən bağı nə qədər al-alvan olsa da, amma onun içərisində xarı bülbül yoxdur. O baxımdan biz xarı bülbülə də bir daha toxunmalıyıq ki, xarı bülbül Şuşanın simvoludur bu günləri və Şuşadan başqa dünyanın heç bir ölkəsində bitmir. Hətta Şuşa şəhərinin özündə belə bitmir. Qayalıqlarda, cıdır düzündə, Topxana meşəsində, çay qıraqlarında, əl çatmaz yerlərdə bitir. O səbəbdən xarı bülbül bizim üçün müqəddəs bir güldür və həmin şeirdə öz əksini tapmışdır. В эфире «Голос Шуши». لا يزال صوت الشوشة مستمرا. Bu xanım kübar bir xanım olduğu üçün vətənə bağlı olan bir xanım olmuş, Şuşa həsrəti ilə yaşamış, Qarabağ həsrəti ilə yaşamış və 1832-ci ildə 52 yaşında Tehranda vəfat etmişdir və Darül İmam adlanan Qum şəhərində dəfn olunmuşdur. Ağabəyim ağa Azərbaycan və Fars dillərində şeirlər yazaraq şərqdə məşhur oldu. Ömrünün sonlarında tərki dünya bir həyat sürərək 1831-ci ildə İranın Qum şəhərində vəfat etdi. Verilişin müəllifi Professor Elçin Əhmədov, rejissoru Ülviyə Zamanlı, aparıcı Xuraman Həsənova, redaktor Aybəniz Məmmədəliyevadır. Sevgilim seyrə çıxar, burada gəlir baharı. Sevgilim seyrə çıxar, burada gelir baharı.